Salam, hər vaxtınız xeyir olsun. Qəbələdə ikinci günümüz. Səhəri təmiz havası ilə açdıq. Erkən oyandım, bayıra çıxıb ocağı qaladım, samovarı yandırdım. Bu çayın qoxusu var ha, insana ayrı bir huzur verir. Sonra ailəm üçün gözəl bir səhər yeməyi hazırladım. Hamımız birlikdə süfrə başına yığışdıq. Belə anlar həqiqətən çox dəyərlidir. Səhər yeməyindən sonra istiqamətimiz Qəbələnin ən gözəl yerlərindən biri Tufan dağı oldu. Dağların əhatəsində sərin hava, möhtəşəm mənzərə. Sanki insan bütün yorğunluğu unudur. Burada həm gəzdik, həm dincəldik, həm də bu gözəlliklərin dadını çıxardıq. Qəbələyə gələn hər kəsə mütləq Tufan dağa getməyi tövsiyə edirəm. Tufan dağ Qəbələnin ən gözəl yerlərindən biridir. Burada həm qışda xizək sürmək olur, həm də yazda bu möhtəşəm dağ mənzərəsinin və sərin havanın dadını çıxarmaq. Kanatla zirvəyə qalxanda isə bütün Qəbələ sanki ayaqlarının altına sərilir. Əgər videolarımı bəyənib izləyirsinizsə, abunə olub like atmağı unutmayın. Hələlik.